Salam uşaqlar, hər vaxtınız xeyir. Mən Nurlan müəllim. Bugünkü işimiz nədən ibarət olacaq? 2025-ci il 2-ci qrup qəbul sualları, riyaziyyat fənnindən əlbəttə ki, sualların həlli olacaq və bazar günü imtahan verən uşaqların hər birinə uğurlar arzu edirəm. Əziz 2-ci qruplar, çalışın bu videoya baxın və nəsə öyrənməyə çalışın. Başlayaq birinci sualdan. Deməli, limit mövzusuna aid sualdır bu. Limit en yaxınlaşır sonsuzluğa. Necə həll edirik bunu? Uşaqlar, hər tərəfi, yəni kəsrin surətində məxrəcində kök altda n-ə bölürəm. Olur kökün altında 49n bölünsün n. Üstə gəlinsin, kökdə 10n bölünsün n. Bu n-i də kökün altına salsaq olur n-in kvadratı. Aşağıda da 16n bölünsün n yazıram. Bərabərdir. Limit en yaxınlaşır sonsuzluğa kök altda. N'lər ixtisar getdi buradan. 49 üstə gəlinsin. Bu n'in biri ilə bu n ixtisar getdi. Qaldı kökdə 10 bölünsün n. Bölünsün kök altda 16. Limitin xassəsinə əsasən nə deyildi limitdə? Limit tutaq ki, en yaxınlaşır sonsuzluğa. Hər hansı bir n ədədi verirdi. Bölünsün sonsuzluq. Burada əgər n müsbət ədəddirsə, nəticə nəyə bərabəridir? 0-a bərabəridir. Gətirib burada tətbiq etsək bunu. 10 bölünsün n 0 verir mənə. Yəni oldu. Deməli kök altda 49 bölünsün 16. 49-dan 7 çıxır. 16-dan da 4 çıxır. Cavab 4-də 7 ilə. Bu belə. Yəni D variantı. Gəlirik ikinci suala. ABC müxtəlif tərəfli üçbucaqdır. Çəkək şəkli. A'mız, B'miz, C'miz. AB 5'dir. B'dən C'yə 12'dir. Bucaq B də 90 dərəcədən kiçikdir. Buna bir alfa bucağı desəm, şərt yazıram ki, alfa kiçikdir 90 dərəcədən. İndi üçbucaqda iki tərəf məlum olanda, üçüncü tərəfə bir x ədədi desəm, x ədədi hansı aralıqda olurdu? İki tərəfin fərqinin modulundan böyük, cəmindənsə kiçik. Yəni 12 və 5-in fərqi 7. 12 üstə 5 gələndə 17. 7 və 17 aralığında yerləşməlidir normalda. Amma burada mənə şərt verib ki, alfa 90-dan kiçikdir. Belə bir Pifaqor üçbucağı çəkirəm. Daha doğrusu düzbucaqlı üçbucaq çəkirəm. Və 5, 12 adlandırıram katetləri, perpendikulyar tərəfləri. Bura neçə olacaq? 13. Amma şərtdə verib ki, alfa 90-dan kiçikdir. Deməli, bu üçüncü tərəfim 90 dərəcənin baxdığı tərəfdən kiçik olmalıdır. 13 deyil miydi? Deməli, 13-dən kiçikdir. Və əsas məqamlardan biri də odur ki, müxtəlif tərəfli üçbucaqdır. Onu da nəzərə almalıyıq. Yəni, iki tərəf və yaxud da ki, hər üç tərəf eyni ola bilməz. Fərqli-fərqli qiymətlər almalıdır. Deməli, şərtim belədir. AC tərəfi hansı aralıqda yerləşəcək? AC tərəfi məlum iki tərəfin fərqindən kiçik olmalıdır. Daha doğrusu böyük olmalıdır və bunların kvadratları cəmindən də kiçik olmalıdır. Yəni AC tərəfi 7 ilə 13 aralığında yerləşir. Deyir ki, tam qiymətlər. Hansı tam qiymətlər ala bilər bu aralıqda? 8, 9, 10, 11 və 12. Ancaq müxtəlif tərəfli üçbucaq dediyindən 12-ni buradan silirəm. Neçə tam qiymət aldı? 4 tam qiymət. Cavab B variantı. Gələk üçüncü suala. Burada məsələ nədir? Deyir ki, həcmi 729 cm3 olan kubun tilləri məlumdur. Şərti görsün uşaqlar özünüz ekranda. D, A, B, C piramidası kəsilmişdir. Kubun qalan hissəsinin həcmini soruşur. Kubun bu qalan hissəsinin həcmini necə taparam uşaqlar? Deməli,
sən ümumi kubun həcmindən burada verilmiş piramida var. O piramidanın həcmini çıxsan, istədiyi fiqurun sahəsini tapmış olacaqsan. Bir növ bunu sahələrin toplanması aksiomu kimi düşün. Məsələn, sənə belə bir fiqur verirdi. Tutaq ki, ümumi sahəni verirdi, bir də bu hissənin sahəsini verirdi. Səndən bu hissənin sahəsini soruşanda ümumi sahədən yaşıl hissənin sahəsini çıxarsan, alarsan bu hissənin sahəsi. Eyni prinsiplə yanaşıram. Nəyi bilməlisən burada? Bilməlisən ki, ümumi kubun həcmi nətər tapılır? V bərabərdir A kubuna. Burada A-nı 9 tapmış oluram. Yəni kubun tili 9'dur. Kubun tili 9'dursa bu piramida var. D, C, A, B piramidası. Bilməlisən ki, kubun tilləri bir-birinə perpendikulyardır. Yəni həmən bu D, C, A, B piramidasının oturacağı düzbucaqlı üçbucaqdır. Fəzada ümumiyyətlə yadınızda saxlayın bunu. Yan səthin sahəsini tapanda S-yan bərabərdir. Oturacaqdakı fiqur nədirsə, həmin fiqurun perimetrin P oturacaq. Vurursuz yan hündürlüyə. Apofem ola bilər bu, doğrudan ola bilər bu. Yan hündürlük. Həcm istəyəndə səndən fəzada. Bu iki düsturu bilsən kifayətdir. Fəzanı həll etmiş olursan. Sadəcə şəkilləri düzgün çəkmək lazımdır. Həcmdə isə S oturacaq, vurulsun H. Hansı H? Orta H uşaqlar. Yəni oturacaq müstəviləri arasındakı məsafə H-dır bu. Sadəcə əgər təpəsi bir növ deyək, üçbucaq tipdə başlayan. Bu hansıdır? Biri piramidadır, biri də konusdur. Bunlarda yan səthin sahəsində qarşıya 2/1 atırsan, həcmdə isə 3/1 atırsan. Gəlin indi dediklərimizi tətbiq edək. Mən burada D, C, A, B piramidasının həcmini tapmaq istəyirəm. Nətər yazaram? V bərabərdir. V piramida bərabərdir. Nəyə? Deməli, 3/1 S oturacaq. Vurulsun H. Burada H-ı nə əvəz edir uşaqlar? Hamısını bir-bir göstərirəm. H-ı DA əvəz edir. DA parçası. DA. Oturacağı nə əvəz edir? Oturacaq isə S üçbucaq ASB-dir. ASB, ABC üçbucağının sahəsini bilməyimiz kifayətdir. İndi şərt verin mənə. AB-miz 4'dür. AC-miz də 7'dir. Deməli mən 4'ü 7'yə vuracağam. 28. Bax bu üçbucağın sahəsini tapmaq istəyirəm. Və böləcəm 2'yə. Katet ərazisinin yarısı 14. Deməli oturacağın sahəsi neçə elədi? 14. Vurulsun. Qarşıda 3/1'imiz də var, onu da unutmayaq. Vurulsun. Hündürlük kubun tilidir də AD tərəfi. Kubun tili neçə tapmışdım? 9. Vurulsun 9. 9 ilə 3 ixtisar getdi. 3 qaldı. 3'ü də 14'ə vuranda elədi 42. İndi sən qalan hissənin sahəsini tapmaq üçün ümumi həcmdən, daha doğrusu həcmini tapmaq üçün ümumi həcmdən, yəni 729'dan çıxmalısan 42'ni. O da bərabərdir. 7, 8, 6. 687 santimetrin kubu. Cavab Y variantı. Gəlirik 4-cü suala. Y bərabərdir 9'un üstü sinus x funksiyasının qiymətlər çoxluğunu tapmaq lazımdır. Uşaqlar, xatırlatma edək. Deməli, funksiyanın təyin oblasti deyəndə df yazırıq. Anlamı, mənası nədir? Yəni, x-in ala biləcəyi qiymətlər. X. Belə yadımızda saxlayaq. Bəzən bunu sözlə deyər ki, funksiyanın təyin oblastını tap. Bəzən də deyər ki, x-in ala biləcəyi qiymətlər və yaxud da ki, D forması. X-in ala biləcəyi deməz, amma söz yazar ki, bir kəlmə, söz yox, belə simvolik yazar ki, df bərabərdir, tutaq ki, suala. Orada sualın üzünə durub baxma. Bunları bilməyin vacibdir. Bir də YF yazır. YF isə funksiyanın qiymətlər çoxluğudur.
Yəni y-in ala biləcəyi qiymətlər. İndi qayıdaq sualımıza. Bizdən y-i soruşur. Y bərabərdir suala. Y yazmağımız biraz düzgün deyil. Y bərabərdir sual yazmağımız. Deməli, funksiyanın qiymətlər çoxluğunu tapmaq üçün sən birinci təyin etməlisən ki, bu funksiya nədir, necə verilib mənə? Y bərabərdir 9-un üstü sinus x şəklində verib. 9 üstü sinus x-dir. Baxmalısan. 9 məlum bir şeydir. Görək bu sinus x hansı aralıqda dəyişə bilir? Sinus x-in qiymətlər çoxluğu uşaqlar -1, müsbət 1-dir. Deməli, sən yazmalısan 9 üstü -1 və yəni minimal, maksimal aralığı təyin edirsən də 9 üstü müsbət 1. Yəni 9 üstü -1 9-da 1 deməkdir. 9 üstü 1 də 9-dur. Və parça halında yazmalısan. Yəni qapalıdır hər iki tərəfdən. Hər ikisini ala bilər. D variantı. Sonra 5-ci suala baxırıq. Funksiyanın artma aralığını istəyir bizdən. Uşaqlar, bunu yəni bir neçə həll qaydası var. Bax, müxtəsərə gətirib də yaza bilərsiniz. Funksiyalar, bu funksiyanın qrafikini çəkib də yaza bilərsiniz. Və yaxud da ki, 3-cü qaydamız, bunu törəmə ilə də yaza bilərik. Törəmə ilə yazmağımız belə tipli suallara daha məsləhətlidir, daha az vaxt sərf etmiş oluruq. Yəni, verilmiş fx funksiyasını yazıram. Fx bərabərdir x kvadratı çıxılsın 2x plus 1. F'-x'i təyin edək. Niyə? Çünki funksiyanın artma aralığını tap deyəndə böyükdür 0 yazırıq. Sadəcə orada böhran nöqtəsi də sıfıra çevirən qiymət, yəni törəmənin sıfıra çevirən qiyməti elə onun böhran nöqtəsi olduğundan, yəni həmən qiymət də daxildir deyə elə böyük bərabərdir 0 yazırıq. Yəni x kvadratı çıxılsın 2x plus 1-in törəməsini tapaq. Nə verəcək bizə? 2x çıxılsın 2-ni. Bunu nə etməliyəm? 0-dan böyük bərabər götürməliyəm. Hər tərəfi 2-yə bölsəm, x çıxılsın 1 böyük bərabərdir 0-dan, x də böyük bərabərdir 1-dən. Həllim 1 müsbət sonsuzluq oldu. Cavab Y variantı. Gəlirik 6-cı suala. Deyir, perimetri 20 metr olan bərabəryanlı trapesiyanın yan tərəfi onun orta xəttinə bərabərdir. Bu trapesiyanın yan tərəfini soruşur bizdən. Bərabəryanlı trapesiya çəkirəm. Yan tərəflər bərabərdir. X desəm bərabər. Və perimetri də 20-dir. P bərabərdir 20-yə. Yan tərəf orta xəttə bərabərdir. Orta xətt çəksəm, orta xəttdə x olacaq. Və bilməliyəm ki, trapesiyanın orta xətti oturacaqları cəminin yarısına bərabərdir. Yəni, dördbucaqlının perimetrini, bu trapesiyanın perimetrini tapmaq üçün 4 tərəfin cəmin tapmalıyam. 4 tərəfin cəmin. X oldu 2x. Üstə gəl. Burada A plus B'miz oturacaqlardır, elə deyilmi? A plus B'ni toplayıb 2-yə bölsəm, orta xətti almış olaram. Yəni, trapesiyanın orta xətti oturacaqları cəminin yarısına bərabərdir. Yəni, A plus B cəminin yerinə nə yazaram? 2x. Mən də burada x plus A plus x plus B-ni təyin etməliyəm. Bu B-dir uşaqlar. B-ni təyin etməliyəm. Deməli, A plus B-nin də yerinə 2x yazdım. Bərabərdir 20-yə. 4x bərabərdir 20. X də bərabərdir 5-ə. X nə idi? Yan tərəf. Bizdən trapesiyanın yan tərəfini soruşurdu. Cavab olacaq elə 5. C variantı. Gələk. 7-ci sual. Çox bəsit sualdır. Yəni, özü də fikir versəz, içərisində yəni, orta və zəif oxuyan uşaq belə burada 5-6 dənə sualı çox rahat şəkildə yaza bilər. Heç əziyyət çəkmədən. Məktəb olimpiyadasında 200 oğlan və 300 qız iştirak edir. Oğlanlar bütün iştirakçıların neçə faizini təşkil edir? Deməli, bu hansısa bir ədəd, yəni A ədədi B ədədinin neçə faizini təşkil edir tipdə bir sualdır. Deyir ki, oğlanlar bütün sinifin. Oğlan nə qədədir? 200. Bütün sinif nə qədədir? 500. 200-ü 500-ə bölüb vuraram 100-ə. A B-nin neçə faizini təşkil edir desə, A-nı bölməliyəm B-yə, vurmalıyam 100-ə. 100 faizə.
Cavab. Sıfırlar getdi. 100 ilə 5 getdi 20. 20-ni də 2-yə vuranda 40%. Cavab 40%. A variantı. Gəlirəm 8-ci suala. Bax bu maraqlı sualdır. Burada nə iş görürük? Uşaqlar, normalda yəni biraz məntiqini işə salsan burada çox bəsit şəkildə həll edə bilərsən bunu. Sinus x-dan kosinus x-i çıxanda 0 qalıb. İlk ağıza gələn yəqin ki olub ki sinus da 0-dır, kosinus da 0-dır. 0-dan 0, amma elə bir şey mövcud deyil. Yəni sinusla kosinus heç vaxt eyni anda 0-a bərabər ola bilməz. Bir-birinə bərabər olduğu yerlər var, amma ikisinin də 0 olduğu eyni bir qiymət yoxdur. Bunu bilin. Nə iş görürük o zaman? Sadə məntiqlə deyirəm ilk öncə, sonra həll prosesini deyəcəm. Uşaqlar, sinusla kosinus nə vaxt bir-birinə bərabər ola bilər? Pi böl 4-də. Yəni 45 dərəcədə hər ikisini alır. 1 böl kök altda 2 və yaxud da kökdə 2 böl 2. Kökdə 2 böl 2-dən kökdə 2 böl 2-ni çıxanda nə qalar? 0 qalar. Yəni cavab C variantıdır. Biraz məntiqli işə salsaz yaza bilərsiniz. Və bəxtiniz də onda çəkib ki, burada pi böl 4 ilə bağlı yeganə cavab verib. Birdən deyərsin, müəllim, mənfi pi böl 4 bəs. Mənfi pi böl 4 uşaqlar. Hesablasaz mənfi 45 dərəcə edir. Mənfi 45 dərəcə neçənci rübdür? 4-cü rüb. 4-cü rübdə bildiyi kosinus müsbətdir. Sinus isə mənfidir. Mənfidən müsbəti çıxanda heç vaxt 0 qalmaz. Bir fikir bildirməyi bacarmaq lazımdır. Bəs həll prosesi necə olur uşaqlar? Sinus x çıxılsın kosinus x yazaram. Bərabərdir 0. Bərabərliyin hər tərəfin bölərəm kosinus x-a. Bölərəm kosinus x-a. Nə oldu? Sinus x bölünsün kosinus x çıxılsın 1. Bərabərdir 0. Bu mənə nə verir? Tangens x-i verir. Bərabərdir nəyə tangens x? 1-ə. X də bərabərdir arc tangens 1 plus pi-k. X də bərabərdir pi böl 4 plus pi-k. Çünki belə deyək, tangens 1-i pi böl 4-də alır. Cavab pi böl 4 plus pi-k. C variantı. 9-cu sual. 7-ci sinif mövzusunu əhatə eləyir. Çoxhədlinin qüvvətini tapmağı necə təyin edirik? Çoxhədli bir hədlərin cəbri cəminə deyilir. Yəni, çoxhədlinin qüvvətini təyin edərkən onu əmələ gətirən bir hədlərdən ən böyük qüvvətli hansıdırsa, çoxhədlinin də qüvvəti o deməkdir. Baxırıq, mənə nə deyir? Qüvvət 5 olsun. Deməli, x-in üstündə maksimal 5 qalmalıdır burada. X-in üstündə maksimal 5 qalacaqsa, deməli 5-dən yuxarı x-lar nə qədər varsa, hamısı getməlidir. 0 olmalıdır əmsalları. Nə iş görürsən ona görə? Hardadır 5-dən yuxarı? Burada var, burada var, burada var, burada var. Birinci x üstü 8-ləri əl gəzdirək. Birinci x üstü 8-in əmsalı 3, ikinci x üstü 8-in əmsalı mənfi. Yəni 3 çıxılsın A. Bu nə olmalıdır? 0. Deməli, A nəyə bərabərdir? 3-ə. Qeyd. A3 olan, A3 olan D variantı. Yəni, birini tapmağın biraz vaxtda da işləməyə bacarın imtahanda. Yəni, belə iki tipli, 2 dənə dəyişən olanda birini tapdınsa avtomatik variantlarda göz gəzdir. Varsa biri vəssalam. Deməli, həll etmirsən. İşini qaranti almaq üçün ikincisini tapsan daha yaxşı olar. Amma vaxtın azsa bunu dəyərləndirməyi bacar. Gəlirəm ikinci hissəyə. Müsbət B x üstü 6-nın əmsalı. Burada isə müsbət 2-dir. Deməli, B plus 2 də bərabər olmalıdır 0-a. B də bərabərdir mənfi 2. Cavab D variantı. 10-cu sual. Tənişlər sistemindən XY hasilini soruşur bizdən. X-in kvadratı çıxılsın 6XY 6XY üstə gəlinsin Y-in kvadratı bərabərdir mənfi 47. X çıxılsın Y də bərabərdir 1-ə. Uşaqlar, ürəyiniz necə istəsə bunu həll edə bilərsiniz.
Ya dəyişənin birini digərlə əvəz eləyin ikinci sətirdə. Məsələn, y-i x-la əvəz etsəm, y yerinə x çıxılsın 1 yazaram. Gətirib birinci sətirdə yerinə yazaram və kvadrat tənliyi alıb həmin tənliyi həll edərəm. X-i, y-i ayrıca tapıb gətirib burada yerinə yazıb taparam. Məncə yorar. Əlverişli üsul deyil. Müxtəsəri bilmək burada kifayətdir. X kvadratı çıxılsın bu 6xy çıxılsın 2xy üstə gəl y kvadratı çıxılsın 4xy şəklində yaza bilərəm, yazaram. Niyə? Baxın, mənfi 2xy, mənfi 4xy, mənfi 6xy tamamladı da. Sadəcə toplananların yerini dəyişirik və parçalama üsulundan istifadə edirik. Daha sonra davam edək. Bərabərdir mənfi 47-yə. Bu ifadə mənə nə verir? X çıxılsın y-in mötərizə kvadratını verir. Çıxılsın 4 dənə xy bərabərdir mənfi 47-yə. X çıx y-in qiyməti nə vermişdi mənə? 1. 1-in kvadratı. Birdən dərs müəllim birdən mənfi olsa zaten problem deyil. Mənfi 1-in də kvadratı eyni şeydir. Müsbət 1-in də kvadratı. 1-in kvadratı 1 çıxılsın 4 dənə xy bərabərdir mənfi 47-yə. Buradan mənfi 4xy bərabərdir. Mənfi 47 çıx 1 mənfi 48. Xy də bərabərdir. Deməli, xy də bərabərdir. Mənfi 48-i mənfi 4-ə böləndə müsbət 12. Cavab 12. C variantı. 11-ci sual. Deyir. Müstəvidən 8 desimetr məsafədə olan nöqtədən müstəviyə uzunluğu 16 desimetr olan mail çəkilmişdir. Perpendikulyarın mail üzərindəki proyeksiyasını tapmaq lazımdır. Ümumiyyətlə, proyeksiya anlayışını dərk eləyək biz uşaqlar. Elə 1-2 gün bundan qabaq öz dərsimdə də müşahidə etmişəm onu anlamamağı. Əslində dəfələrlə deyilib, amma yenə çaşqınlıq yaradır uşaqlarda. Baxın, proyeksiya anlayışı nədir? Sanki bu yer səthi olsun. Bu da nəsə bir, necə deyək, taxta parçası olsun. Bu taxta parçasına tutaq ki, hava qaranlığı, hava necə deyək, tutaq ki, günəşdir. Buradan günəş çıxıb. Buradan sarı çəkək günəşi. Buradan günəş çıxıb. Belə bir günəş çıxıb. Bu günəşin şüaları düşür. Bu taxta parçasının kölgəsi hara düşəcək? Bu istiqamətə də təxminən. İndi əlbəttə ki, orada günəşin hansı buzaq altına düşməyindən çox şey asılıdır. Mən onu necə təsəvvür edirəm? Yəni perpendikulyardır. Həmin mailə perpendikulyardır. Çox uzatmadan deyim uşaqlar. Mailin düz xətt üzərində və yaxud da ki, müstəvi üzərində proyeksiyasını tapmaq həmin mailin uclarından, bunu silim, səliqəli çəkim. Deməli, mailin düz xətt üzərində və yaxud da ki, müstəvi üzərində proyeksiyasını tapmaq, mailin uclarından həmən bu düz xəttə perpendikulyarları endirirəm və bu perpendikulyarların arasında qalan məsafə bizə proyeksiya anlayışını mənimsədir. İndi sualımıza qaydaq. Nə deyir bizdə? Müstəvidən 8 desimetr məsafə. Müstəvini bir düz xətt olaraq təsəvvür edirəm. Yəni siz elə çalışın, belə təsəvvür edin. Daha rahat olur, daha səliqəli şəkil alınır. 8 desimetr məsafədə bir dənə belə bir perpendikulyarı qaldırıram. 8 desimetr. A adlandırıram perpendikulyarı. Buna da bir dənə B deyirəm. Və mail də 16 desimetrdir. Burada 16 desimetrdir. Deyir ki, perpendikulyarın mail üzərindəki proyeksiyasını tapmaq lazımdır. İndi nə görəcəyik? Müstəvidən 8 məsafədə olan nöqtədən müstəvi uzunluğu 16 desimetr olan mail çəkilmişdir. Deyir ki, perpendikulyarın mail üzərindəki proyeksiyasını. Perpendikulyarın mail üzərindəki proyeksiyasını, yəni uşaqlar, bu AB-nin
mail üzərindəki proyeksiyasını soruşur. Deməli, AB'nin bir ucu zaten mailin üzərindədir. Digər ucundan nə indirməliyəm mən? Perpendikulyar indirməliyəm. Və bax, bizə lazım olan budur. Bunu istəyir məndən. Nə iş görürəm burada? Çox iş görmək olar. Aşağısı bir 5-6 üsuldan bu misalı həll etmək olar uşaqlar. Ən səmərəli üsulla çalışıb həll edək. Necə həll edək? Baxın uşaqlar. 16 bura, 8 bura. Bura neçə olur? 30-60 xassəsi daha əlverişlidir. Heç ehtiyac yoxdur proyeksiya düsturlarına. Bura 30 dərəcə deməli. Niyə? Çünki düzbucaqlı üçbucağın əgər bir kateti hipotenuzun yarısına bərabərsə, deməli həmin katetə baxan bucaq, iti bucaq 30 dərəcədir. Avtomatik. Bura nə qədər olur? Burada 60 dərəcə, 30-60 xassəsi. 30-a baxan 8 isə 60-a baxanda 8 kök altda 3-dür. Sonra 60 dərəcə buradırsa, avtomatik 30 dərəcədə buradır. 30 dərəcəli bucaq qarşısındakı katet, yəni mən ABH adlandıraq bunu. ABH üçbucağından danışıram. Mənə AH lazımdır. 30-a baxan katet hipotenuzun yarısı. Hipotenuzu da təyin edəndə çətinlik çəkirsinizsə uşaqlar, 90-a baxan, yəni küncə baxan tərəf hipotenuzdur. 30 dərəcəli bucaq qarşısındakı katet bizə lazım olandır. Hipotenuzun yarısı. Hipotenuzda 8-dir. 8-in yarısı 4. Cavab A variantı. Gələk 12-ci suala. Deyir ki, bowling liqasında oyuncuların nəticəsi və eyni nəticə göstərən oyuncuların sayı cədvəldə göstərilmişdir. Verilən nəticələrin medianı ilə modasının fərqini tapmaq lazımdır. Yəni 5-ci sinifi əhatə edən bir sualdır bu. Çox bəsit bir sualdır. Moda median 5-ci sinifdə keçirilir artıq. Nədir burada məsələ? Moda nədir? Ən çox üstünlüyü verilən, ən çox təkrarlanan. Median nədir? Azdan çoxa doğru düzməlisən və ən ortadakını götürməlisən. Əgər tək sayıdadırsa ən ortadakı, amma cüt sayıda olanda ortadakı 2 dənənin ədədi ortasını götürürük. İndi məsələ nədən ibarətdir? Burada sayı təyin edək. Birinci modaya baxaq. Ən çox sayı burada 4-dür. Deməli, moda neçədir? 130. Yəni, çox bəsit şəkildə təyin olundu. Median necə təyin olunur? Bunu silim. Deməli, median da təyin etmək istəyirəm. Necə edək? Sayaq. Neçə dənədir? 2 plus 3. 5, 6 dənə, 8, 12, bu da 2, 14 dənə. 14 dənə ədəd var. Bunun medianı hara düşəcək? 7-ci və 8-ci elementə. Elə deyilmi? Sıraya da belədir. 7-ci sıradakı nədirsə, 8-ci sıradakı nədirsə, onlar toplayıb ədədi ortasını taparam. Görək 7-ciyə hansı düşür? Əlbəttə ki, azdan çoxa doğru. Elə hazır azdan çoxa doğru düzülmüş var. Baxaq, 125-dir ən azı. Deməli, 125 neçə dənədir? 2 dənə. Sonra nə gəlir 125-dən sonra? 130 neçə dənədir? 4 dənə. Sonra nə gəlir? Mənə 7-ci və 8-ci lazımdır. Sonra nə gəlir? 125, 130, 135 gəlir də. 135 neçə dənədir? 2 dənə. Deməli, 2 dənə 125'im var. Belə düşün. 4 dənə 130'um var. Neçə də element elədi? 6 dənə. 7-ci neçə olacaq? 135. Neçə dənədir 135-dən? 2 dənə. Belə düşün. Deməli, 7-ci ilə 8-ci elə neçəymiş? 135. Deməli, elə bunun ədədi ortasında tapsam, toplayıb 2-yə bölərəm. Zaten nə verəcək? 135'e. Belə çıxdı ki, bunun da medianı neçə oldu? 135. Median ilə modanın fərqi 135 çıxılsın. 130, o da bərabərdir 5. Y variantı. Gələk növbəti suala. Ədəd silsilənin ilk 10 həddinin cəmi 220-dən böyük, 226-dan kiçikdir. Bu silsilənin birinci həddi 7 və bütün hədləri natural ədədlər olarsa, silsilə fərqini tapmaq lazımdır. Uşaqlar, ədəd silsilənin ilk 10 həddinin cəmi avtomatik yazmalısan SN. Nə olmalıdır? 220-dən böyük,
260-dan kiçik olmalıdır. Və bu silsilənin birinci həddi 7-dir. Qeydimizi aparaq. A1 bərabərdir 7-yə. Bütün hədlərdə natural hədlərdir. Bunu da bir qeyd kimi yazaq. Daxil olmalıdır natural ədədlərə bütün hədlər. Aha. Silsilə fərqini tapmaq lazımdır. D bərabərdir suala. Nə iş görək? SN-in üstürü. Fikir verirəm ki, A1 ilə D lazımdır. Mənə A1 D, bir də SN iştirak edən düstur. Avtomatik SN bərabərdir. Düsturum necədir? 2A1 plus D vurulsun N-1 bölünsün 2. Vurulsun N. Bu düstur olmalıdır. Və ilk 10 hədddir. Artıq SN yox, S10 ilə işləyəcəm mən. Yəni, yazacam belə. S10 bərabərdir. A1'im 7-dir. Gətirib yerinə yazsam 2 7-nin 14 üstə gəl. D-ni bilmirəm. N 10'dur artıq. Çünki S10 N orada sayı göstərir. Yəni neçənci həddən söhbət getdiyini. SN deyəndə isə bu ilk neçə dənə həddən söhbət getdiyini, yəni cəmindən söhbət getdiyini aydınlaşdırır. D vurulsun 10 çıxılsın 1, yəni 9D. Bölünsün 2, vurulsun 10. 10 ilə 2-ni ixtisar apardım, nə qaldı burada? 5. Deməli, vurub açsam, açmayaq, qalsın belə də, rahat olacaq elə. Deməli, S10'un, yəni 14 plus 9D vurulsun 5'im. Nə ilə nəyin arasındadır? 220 və 260'ın arasında. Hər tərəfi 5'ə böldüm. Nə qaldı? 220'ni 5'ə böləndə 14 plus 9D'miz 220'ni 5'ə böləndə 4, 4, 44. Burada da 4, burada 24, 2. 20'ni də 5'ə böləndə daha doğrusu 25. Hə. Deməli 26'nı 5'ə böləndə 5, 2, 52. Aha. İndi 9D'miz hansı aralıqda olacaq? 14'ü ataram sola və sağa. 30 və 52'dən də 14 çıxanda 38 aralığında. Əlbəttə ki, silsilənin bütün hədləri tam ədəddirsə və daha doğrusu natural ədəddirsə, deməli, burada D-miz də natural ədəd olmalıdır. Niyə? Çünki ilk həddim natural ədəddir D-yə. D-də natural olmalı ki, bütün hədlər natural formada davam eləsin. Deməli, 30 və 38'in arasında 9'a qalıqsız bölünən ədəd hansıdır? 36. 36'nı 9'a böləndə 4. Deməli, silsilə fərqi nəyə bərabərmiş? 4'ə. Cavab C variantı. Gəlirik 14-cü suala. Loqaritmik bərabərsizliyə aid sualdır. Burada nə iş görürük? İşimizdən əvvəl xatırlatma. Loqaritma A əsasdan B böyükdür C-dən. Əlbəttə ki, burada bir neçə şərtlər var. Onlar deməyəcəm, mənim əsas fikrim nədir? Nəyə fokuslanmışam? Tutaq ki, böyükdür C. Birinci halda bu ikinci silim hələ ki. Məsələ nədir? Əgər loqaritmanın əsası A-mız 0 ilə 1'in arasındadırsa, 0 ilə 1'in arasındadırsa, nə iş görürük? Yazırsam B işarənin əksi kiçik bərabərdir A üstü C-dən. Bəzi şərtlər də var, onlar nəzərə alınır əlbəttə ki, ümumi mahiyyət budur. Amma əgər A-mız 1'dən böyükdürsə, elə işarə falan olduğu kimi qalır. Yəni B böyükdür A üstü C yazırıq uşaqlar. Aha. Qaydaq sualımıza. Loqaritma 3 əsasdan biraz böyüdək. Loqaritma 3 əsasdan x kvadrat plus x plus 3 kiçik bərabərdir 2. Nə iş görürəm? X-in kvadratı plus x plus 3 kiçik bərabərdir 3'ün üstü 2. X kvadratı plus x 3 üstü 2 9 atanda bu tərəfi mənfi 6. Kiçik bərabərdir 0.
Necə həll edirik? Çox bəsit. Vuranda -6, toplayanda -1, -3 və -2 ədədlərdir. Özü çox dağa-daşa çırpın belə tipli suallarda. Ay bunun diskriminantı, ay bunun viyeti ehtiyac yoxdur. Qısa konkret. -3, -2. 2-dən böyük bir ədəd düşünürəm. Məsələn, 10. Rahat hesablaya biləcəyim bir ədəd. Və burada da yoxla. Hara rahatdırsa. Sadəcə işarə harda yoxladınsa, onun da işarəsi ilə getməlisən. Deməli, 110 müsbət edir. Orada dəqiq olan hesablamaya ehtiyac yoxdur. Zaten bilirsən ki, bu çox böyük ədəddə çıxanda mənfi edib çatmayacaq. Nə edirsən? Vaxt itirirsən. Müsbət. Müsbət, mənfi, müsbət davam edir. Amma mən həmişə bunun tərəfdaşıyam ki, çünki sənə sırf bir dənə kvadratik bərabərsizlik düşməyə də bilər. Orada loqaritmik də olar, modul da olar. Yəni 3-ün 4-ün bir-birinə qatar ümumi bərabərsizlik sualı düzəldər. Digər həllə sən də elə öyrəşibsən, ardıcıllıq müsbət, mənfi, müsbət gedir. Və yaxud da ki, üstü cüt qüvvət olar, burada nəsə işarə təkrarlanır məsələn. Yoxla, sənə zaten bir dənə sual düşəcək. Qoy 10 saniyən, 15 saniyən əlavə getsin, eybi yoxdur, amma yoxla. Deməli, həllin oldu -3, 2 aralığında. Nə lazım idi sənə? Niyə -3, 2 aralığı? Çünki işarə ümumi 0-dan kiçik bərabərdir deyə. Yəni mənfi interval. Hardadır? -3, 2 aralığında. Bəs -3, 2-ni verə bilərəmmi? Xeyr. Niyə? -3 ilə 2-ni verəndə loqaritmik ifadədə bax bura var. Bax problem yaradır bu. 0 olur. Olmaz. Ona görə açıq interval. -3, 2 yazırsan. Ən kiçik həllin soruşur. -2-dir. Nədə səhv elədik? 3 üstü 2, 9. 6. Deməli, 9 atdım tərəfə. -9 müsbət. -6 keçdi. Bəli. -3, 2. Bir də yoxlayaq. -2 verəndə görə nə olur? -2, 4. 4-dən 2 çıxanda 2, 2 üstə 3 gələndə 5. 5, 3-ün kvadratından kiçikdir. Doğrudur. Ola bilsin nəsə bunun çapını. -3 verələ. -3-ün kvadratı 9. 0-larda səhv eləmişəm. -3, 2, -6, -3 üstə gələndə -1. Düzdür, -3 niyə bunu ödəmir ki? -3-ün kvadratı 9. Üstə gəl. -3. -6, -6 üstə 3 gələndə mənfi. Mənfi də deyilir axı bu. 0 eləmir. Bir də baxaq. Deməli, x-in kvadratı plus x plus 3 kiçik bərabər olmalıdır. 3-ün kvadratından 9-dan. X kvadratı plus x minus 6 kiçik bərabərdir. 0 yazıram. Buranda -6 toplayanda -1. -3 və müsbət 2-dir. -3, 2, -6, -3 üstə 2 gələndə -1. Okay. Deməli, -3-ün müsbət 2 daxil deyil. -3 daxil olacaq burada deyəsən, baxaq. Müsbət, mənfi, müsbət gedəcək. Mənə mənfi lazımdır. -3, 2 daxildir özdə. Qeyri-ciddi bərabərsizlikdir. Sadəcə burada 0 olarsa və yaxud da ki, ümumiyyətlə yoxlamaq lazımdır kökləri. Bunu 0-a çevirir yoxsa yox. Və yaxud da ki, mənfiyə çevirir yoxsa yox. -3 yoxlasam. Nə olur işarəm? 9, 9-dan 3 çıxanda 6, 6 üstə 3 gələndə 9. 3-ün kvadratı ödəyir. -3 bunun həlliymiş. Bayaq niyə o qədər vaxtımızı itirdik bilmirəm. Olar. Deməli, 15-ci sual. Burada kompleks ədədlərin hasilini soruşur bizdən. Çox bəsit, elə bil ki, sənə deyir. Nə bilim, 3 çıxılsın A-nı vur. 2 plus, nə bilim, M-ə. Sadəcə məsələ nədir orada? İlərdə ehtiyatlı olmaq lazımdır və salam. Başqa bir şey yoxdur. 3 üstə gəlinsin. 2-də 1-i vurulsun. 2 çıxılsın. 3-də 1-i. Bərabərdir. 3-ü 2-yə 6. Mötərizələri bir-birinə vuran zaman hər bir hədd işarələr nəzərə alınaraq birinci mötərizədəki bütün hədlər digər mötərizədəki bütün hədlərə vurulmalıdır. Sadəcə işarələr nəzərə alınır.
3'ü 2'yə 6, 3'ü mənfi 3'də 1 i'yə vuranda mənfi i. 2'də 1 i'ni 2'yə vuranda müsbət i. 2'də 1 i'ni mənfi 3'də 1 i'yə vuranda mənfi 6'da 1 i'nin kvadratı edir. Qısa yazmayacağım. i'lər islah oldu. i kvadratı uşaqlar mənfi 1'dir. Xatırlayaq. Birincisi elə belə də yazacağım. i bərabərdir i'yə. Biraz absurddur ama yazacağım, yadınızda qalsın. Deməli, i kvadratı mənfi 1'dir. i'nin kubu. i'nin kubunu uşaqlar i kvadratı vur i yazaram. i kvadrat neçə idi? Mənfi 1. i neçə idi? Elə i. Mənfi 1 i'yə vuranda mənfi. Dördüncüsü i üstü 4 bərabərdir. i kvadratının kvadratı və yaxud da ki i kvadratı vur i kvadratı. Elə belə də yazıram. Mənfi 1'in kvadratı müsbət 1 eləyir. Və birdən böyük qüvvət versə, məsələn, i üstü 29. Burada nə iş görərsən? Əgər i'nin qüvvəti, i'nin dərəcəsi 4'dən böyük ədəddirsə, həmin dərəcəni 4'ə böl. Qalıqda nə qalır burada? 1. Elə deyilmi? Deməli, i üstü 1 yaz. Məsələn, i'nin üstündə 53, 56, 56. i üstü 56. 56 4'ə bölünür. Bəli. 14 dəfə düşür də. Qalıq nə qalır? 0. Üst 0 nəyə bərabərdir? İstənilən ifadənin üst 0'dan başqa da. İstənilən ifadənin üst 0 1'ə bərabərdir. 1'ə. Məsələn, i üstü 18. i kvadratı neçədir? Mənfi 1. Və s. və ilə axır. 4'ə böl. 4'dən böyük qüvvətlər olanda 4'ə böl. Qalıq nədirsə i'nin qüvvətini yaz. O kadar. Deməli. Harada qaldıq? Bunu uşaqlar istəyirsiniz bir qeyd kimi tez bazar yazın, təkrarlayın. Oldu 6. Çıxılsın nə? Mənfi 1'dir. Mənfi 6'da 1'ə vuranda müsbət 6'da 1. O da elədi 6 tam 6'da 1. Avtomatik cavaba göz gəzdirirəm. Görürəm düzgün olmayan kəsir şəklində verilib. 6'nın 6'ya 36 üstünə 1. 37. Axırda detayına qədər düşürəm ki, yadınızdan çıxanlarda bərpa olunsun. Artıq bunu silirəm. Çalışın qeydinizi götürün. Deyər paralelogramın hündürlükləri 6 kök 3 və 8 cm olarsa, onlar arasındakı bucaq 60 dərəcədir. Paralelogramın sahəsini tapmaq lazımdır. Maraqlıdır. Paralelogram çəkirəm. Əlbəttə ki, bir təpədən çıxan hündürlüklərdən söhbət gedir. Aha, aralarındakı bucaq 60 dərəcədir. Uşaqlar, hələ bunu yazaq yaxşı 6 kök 3 tutaq ki, bu da olsun 8. Əlbəttə ki, kiçik tərəfinə çəkilən hündürlüyü böyük olur, böyük tərəfinə çəkilən hündürlüyü kiçik olur. 90, 90 adlandıraq A, B, C, D, M, N, B, M, D, N. Ayrıca bunu rəngləyim. Bax, bu fiqur nədir? Bu fiqur qabarıq dörbucaqlıdır. Bu bucağı təyin edirik. Nə var ki, bundan sonra bunda? 90, 90, 180. Bu ikisi 180 verməlidir. Bura qalır 120. Bura 120 isə, bura nə qədərdir? 60'da paralelogramın bir tərəfinə bitişik bucaqların cəmi 180 dərəcədir. Daxili bir tərəfinə və yaxud da ki, elə tez geçsək, bir-birinə qonşu bucaq kimi düşünək. Deməli, 60 dərəcəli bucaq qarşıdakı katet betonuzun yarısıdır. Yəni, daha doğrusu, estağfurullah. 60 dərəcəli bucaq qarşıdakı katet 30 dərəcəyə baxan katetdən nə olur? Kökdə 3 dəfə çox olur. Bəlkə buradan gedək, burada daha rahat olacaq. 60 dərəcə. 60'a baxan nə oldu? 6 kök 3. Avtomatik 30'a baxan nə qədərdir? 6'dır da. Elə deyilmi? Bura nə qədərdir? 12. 30'a baxan betonuzun yarısıdır. Sonra nə istəyirdik ki burada? Paralelogramın sahəsini tapmaq lazımdır. Paralelogramın sahəsini bilmək üçün onu nəyi bilmək lazımdır? Hündürlüyün və həmin hündürlüyün çəkildiyi tərəfi. Bura 12'dirsə, avtomatik burada 12'dir. Deməli, 12 var. Həmin tərəfə çəkilən hündürlüyü də var. Nə olacaq? 12 vurulsun 8. Böl 2 zad yoxdur. 3 bucaqdadır böl 2.
12'nin 8'i 80, 8'in 96. Cevab C variantı. Ha. Kürənin radiusunu 5 dəfə artırdıqda həcmi necə dəyişər? Kürənin həcm düsturu necədir? V bərabərdir. Necə? 3'də 4 pi r'in kubu. Elə deyilmi? Həcmlə radius necə mütənasibdir? Kubik düz mütənasibdir, elə deyilmi? İndi radiusu 5 dəfə artırmışamsa, həcm 5'in kubu qədər. Neçə dəfə artacaq? 125 dəfə artacaq. Aydındır? Uşaqlar, bu faiz tipli də düşə bilər sizə. Məsələn desəm, kürənin radiusunu 10% artırsam, həcmi necə dəyişər? Nə iş görərsən burada? Qoy 20% deyim. Yaxşı 10% olsun. Rahat olsun. Hesablamayacağım, özü hesablayarsınız onu. 10% artırsam həcmi necə dəyişər? Radius 10% artırsa, deməli əvvəl r idi elə bil ki, indi oldu 1,1 r. Hə? Bu r zadı at o tərəf. Əvvəl elə bil 1 idi, indi oldu 1,1. Axı kubik düz mütənasibidir. Deməli 1,1'in kubuk dəfə artacaq bu. Vurarsınız, neyniyər hesablayarsınız. Atıram da, tutaq ki, belə deyil, tutaq ki, 1,41 eləsin, 1000'də 41 eləsin, 1,1041, hə? İndi həcm necə dəyişdi? Elə bil ki, 1000 idi, oldu 1041. Aradakı fərqi 41'i bölürsünüz ilkin qiymətə, 1'ə yəni, vurursunuz 100%. Elə deyilmi? 0'dan 1000'də 41 daha doğrusu. 1000 yazmalıydım burada, nəysə. Hə, hesaplayarsınız. O da 4,1% eləyəcək, nə eləyəcək? Bu belə. Gələk 19-cu suala. Tənliyi həll edin. Yadınızda saxlayın. Cüt dərəcədən kökaltı ifadələrin burada hər nə var? Cəmin verib 0. Modul ifadələrin cəmin verib 0. Üstü cüt qüvvətli ifadələrin cəmin verib 0. Nə etməlisən burada? Hər bir toplananı ayrı-ayrılıqda 0'a bərabər etməlisən. Niyə? Çünki cəmi 0 olması üçün ya bu 2 ədəd əks ədəd olmalıdır. Burada 3 dənə də ola bilər. Ya əks ədəd olmalıdır, ya da ki, hər biri 0 olmalıdır. Burada əks olma şansı yoxdur. Bura 2'yə yazın. 2'yə yazın. Burada əks ədəd, yəni birinin müsbət, birinin mənfi olma şansı yoxdur. Bunda da, bunda da, bunda da. Yoxdur. Deməli, hər bir toplananı ayrı-ayrılıqda nə etməliyəm? 0'a bərabər etməliyəm. Sadəcə bu sualda həm modul, həm də üstü cüt qüvvətli ifadə anlayışına toxunub. Deməli, nə edirsən? Hər birin ayrı-ayrılıqda 0'a bərabər edirsən. Modulda x'in kvadratı plus 4x plus 3 bərabərdir 0. Payıq hesablamışdıq bunu. Mənfi 3 ilə müsbət 2'dir bunun 0'a. Bunda 0'ı belə yazaq. Plus 4x plus 3 bərabərdir 0'a. Buranda 3 toplayanda mənfi 4. Mənfi 3 ilə mənfi 1'dir. Sadəcə indi burada hər ikisin ödəyən kök götürməlisən. Həm bunu 0 eləsin. Bunu. Həm də bunu. Tutaq ki, 2'ni qoysan bunu 0 edir birincinin. Okey. İkincini 0 eləmir axı. Qoyanda yerinə 4, 4 üstə 8, 12, 12 üstə 3, 15, 0 üstə 15 gələndə 0 eləməz. Doğru bərabərlik vermir. Hər ikisini ödəyən kök mənfi 3'dür. Cavab C variantı. 20-ci sual və 21-ci sualda deyib yekunlaşdırıram. Deməli, vektorlar verilmişdir. K'nın hansı qiymətində 3A vektoru üzərinə gəlsin, B vektorunun uzunluğu 17'ye bərabərdir. Uşaqlar, birinci 3A vektorunu tapaq. Yəni, A'nın koordinatlarını neyniyək? 3'ə vuraq. 5, K mənfi 2'dir. Vuranda nə olur? 15, 3K və mənfi 2. Mənfi 6. Mənfi 6. Üzərinə B-ni gəlirəm. 15, ilə altından yazaq. B-nin koordinatları 2'dir. 15'dir. Uşaqlar. 2'dir, 15'dir, 6'dır. Toplasaq 17,
3k plus 15 ve 0 verir. Şimdi bunun uzunluğu deyir neye beraberdir? 17. Artık her şey bellidir. 0 olmalıdır bu. Yani vektorun uzunluğunu nətər tapırıq? Vektorun koordinatlarının belə deyək, kvadratları cəmini toplayaq. 17'nin kvadratı üstə gəlinsin. 3k plus 15'in kvadratı. Üstə gəl 0'ın kvadratı yazıram, ərinmirəm. Bərabərdir 17. Hər tərəfi kvadrata yüksəltsək, kök getdi. Deməli, elə 17'nin kvadratı 17'nin kvadratı. Deməli, bu ifadədə nə olmalıdır? 0. Yəni 3k plus 15 bərabərdir 0'a. K da bərabərdir -5. K'nın -5 qiymətində. Gələk ikinci 21-ci sualımıza. D parametri hansı qiymətdə bərabərsizlər sisteminin yeganə həlli var. Deməli, hər ikisi x-dır. Hər ikisi x-dırsa, bir dəfə x ədədin, x-i burada düşünürəm. Bir dəfə bu x ədədi, bu ifadədən böyükdür, bu ifadədən böyük bərabərdir, bundansa kiçik bərabərdir. Deməli, x-i belə düşünürəm. Burada bir dənə bax, bu ifadəyə bir dənə a deyirəm. Deməli, a buralıqda bir yerdədir. Bu ifadəyə bir dənə b desəm, məsələn. B də buralıqda bir yerdədir. Və həmçinin hər ikisi də bunu alır. A-mız da, B-miz də. X-a daxil, X-la eyni qiymət ala bilir. Böyük bərabər, kiçik bərabər verib. Deməli, belə çıxır ki, nədir? A-mız B-dən nə olmalıdır? Kiçik bərabər. A dediyim nədir uşaqlar? Silim rahat görək. A dediyim 2b kvadratı minus 3b plus 7'dir. Bu kiçik bərabər olmalıdır. B kvadratı plus 5b minus 9'dan. Yığaq hamısını sola. 2b kvadratdan b kvadratın çıxsa b kvadratı mənfi 3b çıxılsın 5b. Mənfi 8b 7 plus 9 16 edir. Kiçik bərabərdir 0'dan. Avtomatik bu da b çıxılsın 4'ün kvadrat deməkdir. Və yaxud da ki, vuranda 16 toplayanda 8, 4, 4. 4'ün kvadratı kiçik bərabər 0'dan. Bunun da 0 uşaqlar 4 ilə. Belə də yazıram. B 4'dür. Ədəd oxu çəkirəm. 4'dən sola və sağa ədəd düşünün. Deməli, 4'dən bu tərəfə zaten kvadratdır. Bu kvadrat hər zaman nə olur? 0'dan böyük bərabər olurdu. Elə deyilmi? Üstü cüt qüvvət. Bunun həlli elə bir dənə nə olacaq? 4 olacaq. Niyə? Çünki 0'dan kiçik bərabər, 0'dan kiçik olma şansı yoxdur. Bir dənə 4'dür bunun həlli. Sisteminin yeganə həlli var. 4. B variantı. Vəssalam uşaqlar. Bu günlük bu qədər. Sabah da davamını çəkərik. İnşallah faydalanarsınız. Uğurlar.